Ağdamda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib. 22 iyul 2026-cı il tarixdə Ağdam rayon Heydər Əliyev mərkəzində Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib. Ağdam rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssəsə və təşkilatların rəhbərləri, media nümayəndələri və rayon ziyalıları iştirak etmişdi. Tədbirdə əvvəlcə dövlət himni səsləndirilmiş, ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının və mətbuat nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi. Hörmətli cənab partisi, hörmətli mətbuat işçiləri, əziz tədbirçilər, 22 il Azərbaycan milli mətbuatının yaranmasının 151-ci il münasibətilə təşkil edilmiş tədbirimizdə sizləri salamlayır və tədbirimizi açıqlamalıyıq. Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin təsis etdiyi Əkinçi qəzetinin 22 iyul 1875-ci il tarixində nəşrə başlamasının ölkəmizdə milli mətbuatın əsasının qoyulması ilə əlamətlər olduğunu bildirərək, Milli Mətbuat və Jurnalistika Gününün cəmiyyətimiz üçün əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin hər zaman mətbuatın cəmiyyətə təsir gücünün yüksək qiymətləndirməsindən, mətbuat və söz azadlığı kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsindən, ümummilli liderin mətbuatın problemlərinin həlli ilə bağlı imzaladığı sərəncam və fərmanlardan, Cənab Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılmasından bəhs etmişdi. Tədbirin sonunda bir qrup media nümayəndəsi rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılmışdı. 2 yıl Azərbaycan milli mətbuatının yaranması, 151-ci il yaranması bir qrup mətbuat tərtib olunması barədə rayon İcra Hakimiyyətinin başçısı Cənab Vaqif Həsənov 2 yıl 2026-cı il tarixində 152 nömrəli sərəncam
22 il Azərbaycan Milli Mətbuatının yaranmasının 151-ci il dönümü münasibətilə əmək fəaliyyətində yüksək peşəkarlıq göstərmiş bir qrup mətbuat işçisi pul vəsaiti və fərqli qanunlarla tərtib olunması məqsədilə Ağdam rayon icra hakimiyyətinin xəttçilər sindikasının 12.9.0 bölməsinin 2290-cı maddəsində nəzərdə tutulmuş vəsaitdən hər bir mətbuat işçisi mükafatlandırılması qərarı alınır. Qərar 1. 22 iyul Azərbaycan Milli Mətbuatının yaranmasının 151-ci il dönümü münasibətilə əmək fəaliyyətində yüksək peşəkarlıq göstərmiş bir qrup mətbuat işçisinin pul vəsaiti və fərqli qanunlarla tərtib olunması məqsədilə Ağdam rayon icra hakimiyyətinin xəttçilər sindikasının 12.9.0 bölməsinin 2222-990-cı maddəsinin nəzərdə tutulmuş vəsaitdən hər bir mətbuat işçisi tərtib edilsin. 2. Fərqli qanunlarla və pul vəsaiti ilə tərtib olunan mətbuat işçilərinin siyasi sərəncamı əlavə edilsin. 3. Sərəncamın icrasına Ağdam rayon icra hakimiyyətinin sektor müdiri başqarması Suaməddin Həmidov tapşırılsın. 4. Sərəncamın icrasının nəzarəti öz öhdəmdə saxlayılır. Hörmətlə Ağdam rayon icra hakimiyyətinin başçısı Barış Həsən. Hörmətli cənab başçı, fərqli fərmanları təqdim etmək üçün sizi səhnəyə dəvət edirik. Azərbaycan Respublikasının Media İnkişaf Agentliyi icrası direktorluğuna verilmişdir. Qurumverici haldır ki, Respublikamızda Azərbaycan Milli Mətbuatının 150 ili Azərbaycan Respublikasının Qurumveri medalı ilə 3 tərtib olunanlar Ağdam qəzeti redaktoru, Azərbaycan bayrağı, əməkdar jurnalist Baxşiş Abbasoğlu və qəzetinin əməkdaşı Əli Məmmədov olmuşdur. Bu mükafatı ilə tərtib edilir. Quliyev Nazım Məmmədquluoğlu, Azərbaycan qəzetinin Qarabağ və Şərqi Zəngəzurda bölgəməkdir. Ağambədov Tahir Əliyalov, Azərbaycan İnformasiya Agentliyinin müxbiri. Xətərli Baxşiş Abbasoğlu, Ağdam qəzetinin baş redaktoru. Məmmədov Əli Pörmüzoğlu, Ağdam qəzetinin əməkdaşı. Məmmədov Şakir Musoğlu, Artıq TV Qarabağ kanalının rəhbəri. Mirzəliyev Emil Cəmiloğlu, Artıq TV Qarabağ kanalının operatoru. Məmmədov Habil Aslanov, Ali 24 televiziyasının müxbiri. Rəhimov Evgün Rizmanov, APA İnformasiya Agentliyinin Qarabağ üzrə müxbiri. Ağayeva Nərminə Yelmar qızı, Ağdam TV saytının rəhbəri. Müstəmli Polad Qaryaqoğlu, Ağdam xəbərləri saytının müxbiri. Abdullayev Daşqın Fikrətov, Xəzər televiziyası və Reportör İnformasiya Agentliyinin bölgə müxbiri. Hüseynov German Əloğlu, Həkəri qəzetinin şöbə müdiri. Şirinov Orxan Ələkdarov, Şow TV-nin müxbiri. Əliyev Emin Müsrəfoğlu, müstəqil jurnalist. Məmmədov Məqsəd Əloğlu, mətbuatçıların Ağdam rayon üzrə şöbə rəisi. Polad Rüstəmli, Şəbnəm Aslanlı, Ağdam xəbərləri. Hörmətli cənab başçı,